ne misralar pozdum, ne satırlar yazdım, ne misralar pozdum. Sana bu şiiri yazdım, sana bu şiiri yazdım. Gülüm gülüm gülüm, gülüm gülüm gülüm, seninle her gemi. Gülüm gülüm gülüm. Ben kedersen hekim, önünde diz çöküm. Ben kedersen hekim, önünde diz çöküm. Mənə xoşdur çekim, mənə xoşdur çekim. Zulüm zulüm, zulüm zulüm zulüm, zulüm zulüm zulüm, gülüm gülüm gülüm. O qaşqabanlar üçün, mən yananlar üçün, o qaşqabanlar üçün, gülən yananlar üçün, o bal dodaqlar üçün, o bal dodaqlar üçün, ölüm ölüm ölüm, gülüm gülüm gülüm, ölüm ölüm ölüm, gülüm gülüm gülüm, mənə verdi sürüm, gülüm gülüm gülüm, ölüm ölüm ölüm, mənə verdi sürüm. Necəsiz? Nə var, nə yox? Xoş gəlmişsiniz. O taylı, bu taylı, hamınız xoş gəlmişsiniz. Səfa gətirmişsiniz. Qoy bizim şefi bacımız da gəlsin. İndi o gəlib sizi qızışdıracaq ya. Anas! Nədir, nə oldu? Ay maşallah, maşallah, yığmışsan bura. Hə. Gözəl insanları. Dalsın demə, yığmışsan. Hoş gəlmişsiniz hamımız. Mis mənəm. Mis məndədir. Lakum mənəm. Qızılım mənəm. Mis mənəm, mis mənəm. Ay sağ ol. Xoş gördük, efirdə. Hoş gördük o taylı, bu taylı. Çox sayılı Azərbaycanımız. Bugün yine sizin karşınıza şefi bacı, şefi kardeş gəlib, öz belə maraqlı qonaqları ilə. Bəli. Əzizlərim, Bəli, bugün bəli. də uduş var. 500 manat uğrunda, bax belə çarpışacaqlar burada, bax belə mətbəxdə. Belə yeməklərin məti, dadı bir-birinə deyəcək. Amma görək sonda kimin bəxti gətirəcək, kim bu 500 manatın sahibi olacaq. Sen beni tanış edilmedin, bunlar kimdi? Özüm tanıyıram. Sen ev kızıyam. Tanıyıram. Bax, bax. Televizorda baxmıram. Bax, bizim çox populyar aparıcımız Rəqsanə xanım. ATV-nin havasını təyin edən insan. Bizim çox populyar aktörümüz Elman müəllim. Elman Rəfiyev, bəli. Hamı çox gözəl tanıyır. Bir istedadlı. Ha, o tərəfindən də sən tanış eləməliyim. Şefi xanım. Çox sağ ol, mən də Nəvidən. Azəri. Yolu buradan başlayaq da. Fərq nədir ki, o tərəfdən, ortadan usta. Nəvidən mən. Nəvidsən. Sən xoş gəldin, Nəvid. Cənubi Azərbaycandan gəldin. Xoş gəldin, xoş gəldin. Sən kimsən ağac? O qəbul edəmdir, başqa gözəlliyi qəbul edəmdir özündən başqa. Yazıb üstündə. Best model Azərbaycan 2022. Когда ты успела, красавица? Mən elə bildim bu ilin gözəli mənəm. Neyse, sonra söhbət eləyərik. Mən sizin mahnınızın fanatıyam da. O zavurla oxuyursunuz deyil. Necədir o? Eşq yəni. Əla, xoş gəlmişsiniz hamımız. Sizi görməyə çox şadam. Çox yaxşı tanış oldum, amma dərindən içərdə tanış olacaq. Məndən kim gəlir? Adam məndən kim gəlməz? Rəqsanə xanım qalır burada. Mən burada. Sən orada. Sənə yaxşı yox. Xoş arzularla. Bəli. Sən böyük yerlərə qalx. Elman müəllim apar özündən. Oradan da özün kimi istəyirsən hesabla. Gedə yaş. Gedə. Mrs. Please. Please. Az yıxılma. Elə... Ha, nasılsın? Türkiye'den gelmişsin. Evet. Gidək orada davam eləyərik. Onu çökəldərsən, özgün və O sən mislisən mən kiməm? Yaxşı, gedin. Gedin, sizə yaxşı yol. Yeməkləri təyin eləyərsiniz, xəbər eləyərsiniz. Bizim adın deyirəm, üzündən müğit ol. Bığlarımı dara da. Yiyəcəm, oradan yiyəcəm səni. Gör onu elçi düşə bilirsən o mənim üçün. Hə. Xoş gəlmişsiniz. Çox sağ ol. Bir daha. İndi isə gözləyək görək oradan bizə
nə cavab deyirlər? Ağaz kimlər gəlib. Beləliklə icazə versəydiniz, mən qonaqlarımızı bura dəvət eləyərdim. Elmar Rəfiyevi mən bura dəvət eləyirəm. Aktyorumuz, Respublikanın əməkdar artisti. Sağ olun, xoş gəlib. Həmişə cavan, həmişə sütün, həmişə belə... Çox tərifləmə. Sən də maşallah formadasan ha. Qaşıyaram ha. Neysə, çox sağ ol, xoş gəlmişsən. Xoş günümüzə Çox gələr. maraqlı söhbətlərimiz olacaq. Buyur səni elə bax bu gözəl cehizliyim olan divana alım. Növbəti qonağımız kimdir? Liza xanım. Liza. Türkiyədən gəlmiş ya. Miss of Azərbaycan. Miss Model of Azərbaycan, xoş gəldiniz. Yıxılıcıyım bu saatə boyu. Nasılsın, nasıl gidiyor? Yaxşıyım, sən? Yaxşısan. Bilirsən, Azərbaycan dili namxoda bilirsən ha. Otur söhbət edəcəyik səndən. Ekspertimizdir Liza xanım və bir müğənnimizi də buradan təqdim edib və dəvət eləmək istəyirəm. Deməli, Cənubi Azərbaycandan, doğma yerimizdən Afşin müəllimi bura dəvət eləyirəm. Xoş gəlib, səfa ağız bir tamam durum eləyim. Buyurun, xoş gəlmişsiniz. Bu veriliş beynəlxalq verilişdir də bu da. Ölürəm belə verilişlər üçün, valla. Deməli, Azərbaycanlı, Türk, hamısı bax belə qardaşlarımdır, bacılarımdır, bax belə yığışıblar bura. Allah bizi ayırmasın. Allah bizi möhkəm eləsin, Allah bizi birliyimizi, həmrəyliyimizi həmişə bərk eləsin. Xoş gəlmişsiniz hamınız. Amma icazə versiniz, Şəfi qardaş mənim yeməyin adını fikirləşir. Yəni fikirləşmir, onun fikirləşməyə baş var. Yəni mən deməliyəm. Necəsən? Var olasın, sağ olun. Söhbət eləyəcəm səndən. Bugün yeməyimizin adı Şəfi qardaş, eşidirsən məni qardaşımsən? Doğğa. Ağa, doğğa pişirmişsən. Yəni pişirməmişəm, necə amma pişirirəm də, biliyəm də içində nə var. Mən görmüşəm amma neysə. Yəni Təbrizdə bizim Azərbaycanlılar doğğa pişirirlər də, ayran aşı deyirsən. Ən gözəlini Ərdəbildə, Təbrizdə pişirir. Deməli sən pişirə biləcəksən bunu. Elə isə biz hazırlıq ərzaqları seçməyə vaxtı Vəssalam. Bax, sana götürdüm. Baxıram mən Nəvid qardaşım orada doğğa deyirsiniz, biz doğ aşı deyərik ona. Siz ayranı aş da deyərsiniz. Hə, ayran aşı. Amma mən sizdə biraz qatı olur. Sizdə bizdə nə deyir? Hamısı bizdədir. Sadəcə yəni bizim tərəfdə də, yəni sizdə bizdə deyəndə, yəni bizim şəhərdə. Sizin tərəf bizim tərəf. Fərqi yoxdur, bəli. Amma mən mütləq bilirəm ki, Nəvid bu yarışı aparar. Niyə ki, o belə bu yeməyin Allahıdır. Bu yeməyin Allahıdır. Erman benim, nə deyirsiniz? Rəqsanə bir şey Allah, deyəcək, yoxsa? Əlbəttə, rəqsanə də
öz məharətini göstərəcək. İnşallah. Bəli, bəli. Yəni dadını, duzunu, Hər şeyini qaydasında eləyəcək. İnanıram ki, o da aparacaq. İkimiz də aparaq da, apara gedək də. Amin inşallah. İnşallah. Amma bu yeməkdən çox bişirib da bizə yanına, evet, bunu bilirəm. Xahiş edirəm, oradan vaxta start verəsiniz. 40 dəqiqə getdi. Başladıq. Belə, indi görə düyünləri O orada yalandan deyil, amma əsas sən bunu bəzəyi, gözəli... Sütun demək istəyirsən. Bəli, bu verilişin sütunu. Nə bilim valla, Allah mənə qardaşıma çox görmədim. Öpürəm səni. Hər kəs itirirdi özünü. Evlidir görürsən. Səni bildirəm, mən babasan sən. Baba nə olub ki, nə var elə babada var da. Amma bunu kəsirsiniz, montaj edirsiniz, cəmaatın evini yıxmıyorsan Allah. Hə, nə deyirdim, sözü deyirdim çıxdı. Keçdim ki, başqa mövzuya olur. Nə sual eləsiniz, mən rahat-rahat cavabı. 2 dənə sual vermişəm, elə cavabını eşitməmişəm. Neysə, afşın, dur oxu. Dur oxu. Qadınlarım, dur oxu. Gözlerimin qarası yandırıb, yandırıb beni, yandırıb beni. Bu yüreğin yansı yandırıb, yandırıb beni, yandırıb beni. Can can bey gönlüm, niye ben seni çok sevmişim? Can can bey gönlüm, ne kadar kalbine kesmişim. Can can aydık gönlüm, niye ben seni çok sevmişim? Can can bey gönlüm, ne kadar kalbine kesmişim. Senin eşkin nefesli, mənə bir ömür bəsli. İnanmırsan əli qoy qəlbim üstə gör nə səsli. Senin eşkin nefesli, mənə bir ömür bəsli. İnanmırsan əli qoy qəlbim üstə gör nə səsli. Mənim eşkim də sənsən, mənim ömrüm də sənsən, mənim canım da sənsən. Ay sənin qurbanın Allah, mənim eşkim də sənsən, mənim ömrüm də sənsən, mənim canım da sənsən. Ay sənin qurbanın Allah. Can can dey gönlüm, niyə mən səni çox sevmişəm? Can can dey gönlüm, nə qədər qəlbinə kesmişəm. Candan ay dey gönlüm, niyə mən səni çox sevmişəm? Can
senin yolunda ölsem beyaz dilber. Aydahtı dahtı dilber, kalbime yattı dilber. Eşkin salım canıma, hamına aktı dilber. Eşkin salım canıma, hamına aktı dilber. Ay Allah Allah Allah, bu eşkime Allah. Ay Allah Allah Allah, ömrüme maşallah. İlahi ilahi, nazar değmez inşallah. İlahi ilahi, nazar değmez inşallah. Ay nazlı nazlı dilber, kalbimde yazdı dilber. Vallahi senin yolunda ölsem de yazdı dilber. Ay dattı dattı dilber, kalbime yattı dilber. Eşkin salım canıma, hamına aktı dilber. Ay nazlı nazlı dilber, kalbimde yazdı dilber. Vallahi senin yolundan ölsem de yazdı dilber. Ay dattı dattı dilber, kalbime yattı dilber. Eşkin salım canıma, hamına aktı dilber. Ağzına sağlık. Nefesine sağlık. Benim güzel kardeşim, sizi de eziyet verdi. Miss of Azerbaycan. Buyurun eyleşin Elman benim, çok sağ olun. Sağ ol, sağ ol. Güzel günde. Günümüz, her günümüz güzel olmalıdır. Ama biraz da ya, Budur ki bayram olsun. biraz da ya oxet çatacaq sənə. Mənə. Çok sağ olun. Bayaq səsini eşitdim, çox möhtəşəm idi. Görürsən, fikir verin. Mən yatmışam, un çuvalına dönmüşəm kızlar. Bu sesi çıxart da qardaşıma görə. Vallahi qardaşıma görə. Evdən bayra bıraxmır məni. Yəni buradan Öləni kimi deyir mənə qulluq eləməlisən. Heç ərə də qoymur getmək. İndi özüm görüm də dilə tuta biləm. Mən gedim ora görəm orada neynirlər, sizə xəbər getirəcəm. Amma siz burada tanışdığınızı biraz da bərkişdirin. Хорошо. Yaxşı. Diqqət, diqqət. Hörmətli xanımlar, analar, bacılar, xalalar, bibilər, nənələr, qaynanalar, daycanı, əmicanı, day dostu, əmi dostu, bir sözlə başımızın tacı olan xanımlar, baldızlar, eltilər qaldı ki, mart ayının 7-si, 8-i, 11-i, 12-si Heydər Əliyev sarayında bu şəhərdənin qadınlara, xanımlara həsr elədiyi 8 Mart adlı yeni solo konsertinə 8 Mart yox, 8 Mart. 8 Mart? Əşrəf fərqi var. Ən əsası odur, hamınızı bizim bu şəhərdənin solo konsertinə dəvət edirik. Konsertin baş sponsoru Avant Park. Balansa doğradı. Nanə də qapdı. Hələ onları təmizləyəcəm. Çubuğu temizlə də. Təmizləyirəm, qurban sənə təmizləyirəm. Qabiliyyətində olsun da. Baş üstə, Ne baş qatmısan bura? Cəfəri, Keşniş. kişniş. Bunun adı kəvər. Kəvər, hə. Kəvər. Bundan da qatarsan, bundan. O qatılmaz. Qatar. Az çubuğdur yarpaqda qatılır, qat. Həlimi o verir də. İnan mənim təcrübəmə, 40 illik təcrübəmə. Ölmüşəm, evdə mətbəxdə çıxmıram. İndi axırda sənin bu yazıları versək ki, Bəli. kömək eləmirsən. Necə? Kömək eləmirsən. Yazıqdır. Kim yazdı? Kömək eləmirəm, bir iki dənə göyün adını düdümdə, sən də elə. Hə, qardaşım necədir orada vəziyyət? Sağ ol, çox yaxşı. Şefi bacı, Ha? bax, qatırlar, qatmırlar. Onu zövqə görədir. Zövqə görə. Çox adamlar yağlı. Turpun yarpağını, bax bu turpun yarpağını doğuya qatanda super yağlı bir effekt verir. Şomu olmayanda, yəni söhbət Şomu var hal-hazırda, şomu burada. yox, o çuğundur yarpağına oxşur ya da tükəngi oxşur. Mən onu şomuya oxşatmadım. Olsun da, yəni dağ keşnişi qatırlar. Hə. Bir başına sarımsaq atırlar, Hə. o boyda qazanar. Yox, qardaşım bilir, xoşlayır doğranı yeməyi, amma şomunu xoşlamır, deyir, məni köp verir də. Hə, şomu çünki köp verəndir ya. Köp verən şey. Bəli. Uğur olsun sizə. Şomu Mən çox- gedim qonaqları qoymayım darıxma. Şomu Uğur çox olsun. köp verən İşimiz şey. avanda olsun. Elə bu Eləmə. zad olmasın da, Yavaş ol. yəni.
qardaş, gəl bura qoy özləri pişirsin, gəl. Gəl bura, gəl muzikantlarla sənə tanış arada bir edəcəm, söhbət eləyin ha, yadınızdan çıxar danışmaq. Yaxşı? Mən də gedim görüm orada. Yeməğə o qədər fikir Mən də gedim görüm orada şefi qardaşlar nə edir. Elə deyirsən heç mənə ehtiyac yoxdur ya. Yox, sən buranın. Yox. Veriliş öz axarından gedir, hə? Bay. Canın yanmasın. Yaxşı qonaqlarım var. Afşin də buradadır, Elman da buradadır ya. Bunun yanında heç kəsi görmürəm. Belədir də bu da. Gözlərim çeyrəşdi. Ona görə subaylarım. Kimidir? Mən də yaxşıyam. Bir danış görək necə oldu? Belə qızın içində səni seçdilər, dedilər ki, ada bundan yoxdur. Çok şanslıyım her zaman. Allah səni Gerçekten. şanslı eləsin. Hep bunu söylemişimdir. Her konuda her zaman çok şanslıyımdır. Maşallah. Məsələn, bundan başqa harda şansların olub? Bu yetimi neçə ildir biz seçdirə bilmirik. Nə olub da mənim bəxtimə? Ya da ərə getmək üçün də ona görə deyirəm. Eşi ərə getməklə deyir ki. Hə. Yaxşı oxuyursan, ağa qəşəng səsin gəlirdi o tərəfə. Muğam oxuya bilirsən? Belə də. Gəl oxu da biraz. Balaca da belə də olsa, yəni o tayın tarı, muğamı mənim çox xoşuma gəlir. Bəlkə bir şey oxuyasan, biz zümzümə eləyəsən. Göz üstə. Darıxma. Tanalisiz tapın görək. Deydə. Tanalisiz söymürəm. Seyca. Ne deyim ne yazım mehriban anam. Ne deyim ne yazım mehriban anam. Senin sevincinin hududu var mı? Bir eşki ki sığmaya bütün cahana, küçük bir barağın üstə sığar mı bedamamı? Razı olmuşsan ki çəkdiyin zəhmət. Hey, hey, razı olmuşsan ki çəkdiyin zəhmət. Saçına ağarda beline razı olmamısan, razı olmamısan. Ayaklarıma ne bir tikan batar, ne bir taş dayan. Aman aman ayda dibi. Kimdə vardır gözəliyim, səndə yolan cazibələr. Kimdə vardır gözəliyim, səndə yolan cazibələr. Sənə dünyada məgən yer, aşıq olanda qəm eylənlər, ay balam. Maşallah. Nə erişin, nazı qəmzön yerişin, şux baxşın aləmdir. Bir dəyə zülfün üzə töksən, o da başqa bir aləm eynər, ay balam. Bəsdir, nə bu qədər? Ben buradan tamam analara, tamam anaların
əlini öpürəm. Hər ana ki bizim bu proqrama bu dəqiqə baxır. Bəli. Bir də öz anamın ki hər yerdən bu dəqiqə mənə efirdə baxır. Onun da əlindən öpürəm. Hamısına sayğılar, sevgilər. Anacan bağrımı qan eyləmişəm mən. Gözlərimi giryan eyləmişəm mən. Anacan bağrımı qan eyləmişəm sən. Özümü qurban eyləmişəm mən. Bir uca boylu yarın eşki yolunda. Bir uca boylu yarın eşki yolunda. Öz canımı qurban eyləmişəm mən. Öz canımı qurban eyləmişəm mən. Anacan ağlın alım, anacan başına dönüm. Anacan ağlın alım, anacan başıma dönüm. Qurban olum mən, mən öz sevdilimə heyran olum mən. Anacan ağlın alım, anacan başına dönüm. Qurban olum mən öz sevdilimə heyran olum. Can, buyur. Ay. Ürəyin nə tər istəyir elə deyilə. Dada görə heç bir ziyanı yox. Valla. O otaqda yaman burçatdasım var. Qəşəng deyirlər, gülürlər, muzikantları var. Ay qızlar, bir şey çalın oynayın be! Mən bu oynamağı necə başa düşürəm? Dingiş afşır. Ha, yaşıma baxma, sən məndən böyük olarsan, ha. Mən uşağam mənə, ha, amma dingişəm. Bir musiqi sesi gəldi və salam, başlayıram çiyin atmağa. Belə dəhri. Niyə oynadın ki? Nəvin subaydı ona görə. Kim? Nəvinin subay olduğunu eşidən kimi oynadın. Ada boynuma elə şey qoyma, ayıbdır səndə. Cəmaat verilişimizə qonaq gəlib. Düzdür verəm Afşin? İndi qismətdən nə olsa o da olardı. Toy deyə orada, o otaqda toydur. Kimi verirlər, kimi alırlar? Siz buyuruz götürürüz, sonra deyərsən mən Yox, mənə nə qədər lazımdırsa, mənə elə gəlir, siz başqa məqsədlə gəldiniz. Amma neysə, çox sağ Bilirsən. Bilirsən nəsən, bax, yaxşılıq eləmək istədi sənə. Kişinin əziyyətini, o boyda yol gəldi. Eyb yox. Düz yardım. Yox, xəbərim var, noxunun qatır. Yox, 5. Düz yardım. Bəsin deyil. Arada 9 milyon tümən var ha. 9 milyon tümən. Mamaya söz vermişdim ki, yeməyin üstündə heç nə götürməyəcəm. Çünki xoşlayıram belə. Mama bağışdadır, Adilə. Mənə tapşırıb ki, dönər Rəqsana, birdən əlvi götürərsən, yeyərsən. Adilə xanım, təbiilikdən gözəl bir şey yoxdur. Əvvəla bu cür tərbiyəli qıza görə çox soğuk. Belə əl qabiliyyətinə görə yenə də çox soğuk. Qaldı ki, bu mətbəxin adət ənənəsindən biridir. Nəsə pişirdiyicə belə baxırsan, az ye. Namasi, bax işte. Namasi, başda. Sən hansı tərəfdənsin? Qərbi Azərbaycan, papa, cənub mama. Cənub harasından? Lirik Lənkəran. Lənkəran astara, lirik masallı. Möcüzə kimidir nağıl misallı, möcüzə kimidir nağıl misallı. Diqqət, diqqət. Hörmətli xanımlar, analar, bacılar, xalalar, bibilər,
nənələr, qaynanalar, day yox, daycanı, əmicanı, day dostu, əmi dostu, bir sözlə başımızın tacı olan xanımlar Baldızlar eltilər qaldı ki, Mart ayının 7-si, 8-i, 11-i, 12-si Heydər Əliyev sarayında bu şəhərdənin qadınlara, xanımlara həsr elədiyi 8 Mart adlı yeni solo konsertinə 8 Mart yox, 8 Mart. 8 Mart? Əşi nə fərqi var? Ən əsası odur, hamınızı bizim bu şəhərdənin solo konsertinə dəvət edirik. Konsertin baş sponsoru Avant Park. Afşin Azər. Axırda bir nazenin dilber sevdi. Bir o bilir bir de mən bilməyin eşki. Axır ki bir nazenin dilber sevdi. Bir o bilir bir de mən bilməyin eşkim. Nazlı nazlı nazlı, baxır elə nazlı nazlı. Ne qədər o gözlərinlə desəm azdı. Nazlı nazlı nazlı, gül elə nazlı nazlı. Elə bir çiçəkdi yazdı. Nazlı nazlı nazlı, baxır elə nazlı nazlı. Ne qədər o gözlərinlə desəm azdı. Nazlı nazlı nazlı, gül elə nazlı nazlı. Elə bir çiçəkdi yazdı. Çiçekti yazdı. Nazlı nazlı nazlı, baxır elə nazlı nazlı. Ne qədər o gözlərinlə desəm azdı. Nazlı nazlı nazlı, gül elə nazlı nazlı. Elə bir çiçekti yazdı. Halal olsun. Elvan müəllimin də gözəl səsi var. Bir aktyor olasan, sesin olmasın. Pantomimanı bilməyəsən. Çox qəribədir ki, mən pantomim teatrında işləyirəm, amma danışmağı sevirəm. Mən bu pandemiya dövründə evdə başladım şeir səsləndirməyə. Amma şeiri sevmirdim. Və beləcə
100 şeir səsləndirmişəm və özüm də onun diskini özüm hazırlamışam. Amma mən eşitmişəm. Eşitmisən? Çox gözəl. Fon ver oradan. Açıq. İnsan deyiləm. İndi bunu anlamışam mən. Eşq atdı buluddan süzülən bir yağışam mən. Şıltaq yağışam. Yağdırsa da çirkabə məni qarə buludlar, qəlbimdəki şəffaflığı saxlamışam mən. Çünki yağışam mən. Yarın evinin dövrünü dəryaya çevirdi. Çox şükür. Rəqibin yolunu bağlamışam mən. Çünki qısqanc yağışam mən. Elə gözəl qısqanclığı hamıya qismət eləsin Allah. Bir şey... Deməli, Ramiz Rövşənin səhifəsində qarşıma çıxdı. O şeir deyəndən sonra dedim və sonra dedim, bəs bu şeir bitdi. 1980-ci ildə Bəxtər Vahabzadə bu şeiri yazmışdı. Çox qəribə bir şeir. Musiqiyə ehtiyac yoxdur, amma mən onu dedim, hamı da bəs bu formada yazıb. Mən bir qəm daşıyam. Qəlbinə dəydim. Neymiş bu dünya qəmsiz, kədərsiz? Gördüyün yuxunu mən də görəydim. Səninlə bərabər, səndən xəbərsiz. 4 misram. Siz elə bilirsiniz ki, bizim otaqda şeir deyən yoxdur. Rəqsanə xanım, bəh. Deyə bilərəm. Kamal Hüseynə... Atışma gedir, o otaqla bu otağa meyxana. Darıxır şeiri. Yazdığın məktubu aldım gözəlim. Titrədi məktubunu tutmuş əlim. Soruşursan, nə var o bağda gəlin? Nə deyim, şanısı var, ənciri var. Bir də bu bağda saralmış biri var, darıxır. Buranı görməmisən, pisdəmə gəl. Görməmişlər kimi kim, bəstəmə gəl. Öz bağın bil, qapıdan səsləmə gəl. Keç evə, qorxma, itin zənciri var. Bir də o zənciri qırmış biri var, darıxır. Gəl xitam ver bu bağın matəminə. Yolda buradan gedir eşq aləminə. Orada kimdir batan eşqin qəminə? Ora dünya qəminin təsiri var. Bir də burada dünyadan əl üzmüş biri var, darıxır. Müəllif? Kamal Hüseyin. Gözəl. Bizim bu Liza xanımın aktriska çıxar. Çok teklifim var. Türkiye'de bunu değerlendirmeyi düşünüyorum. Hələ bu düşünür. Yeri soxun mənim boyumu. Mən də elə düşünə oturdum evdə. Vallahi bu düşünür. Əziz tamaşaçılar, bu sənətkarlara, bu gözəl misi, Best Model Azərbaycan modelimizi 2022 dinlədik, fikirlərini bildik, çox gözəl bir pozitiv veriliş alındı. Amma verilişimiz hələ bitmir. Çünki orada 500 manat uğrunda çox gözəl rəqabət gedir. İndi kim aparacaq, kim böləcək, onu biz verilişin sonunda görəcəyik. Doğanı iyi hiss edirsən. İyi hiss edirsən. Sənin də burnun heç də, ətri gəlir. Sənin də burnun heç. Afşin müəllim, icazə verirsiniz, mən gedim orada sizin üçün bir qəşəng şərait yaradım, sonra gəlim aparım bir sizi. Yaxşı, olar. Öpürəm sizi. Afşin deyə bilərəm. Qızlar, mən gedirəm. Vəssalam, Rəqsanə xanım. Bizim o taylı, bu taylı vaxtımız sona çatdı. Xahiş edirəm. Aralaşaq. Bax belə. Nədirsə, odur artıq. Gəlin belə eləyək. İndi sizin, bax bura görsünüz. Sizin də qazanı verin zəhmət olmasa. Şefi bacını çağırıram, o da gəlsin qonaqlarla yeməyin dadına baxıb qalibi təyin edək. Uğur olsun abi. Xahiş edirəm siz də bu tərəfə.
İki şəxsin bu mətbəxdə... Birini çıxardırıq. Bu mətbəxdə göstərdiyi şücayətə görə 500 manatın sahibini təyin edəcəyik. İkinci masa. Kim yazıb bunu? Elman müəllim yazıb. Elman yazıb. Bu iki sənə oxşuyur. Yes. Adı yadımdan çıxıb. Amma mən gördüm əziz tamaşaçılar iki yazanda. İndi isə oyunumuzu davam eləmirik. Dondururuq hələlik. Bir gözəl mahnı gəlsin. Bir gözəl bu. Afşından gəlsin bir gözəl mahnı. Çok sağ ol. Ses vermə davam eləyir. İkinci fikri alırıq. Bir rəqəmi. Yenə adı yoxdur. Yenə adı yazmayıblar, amma görürsünüz ki, baba bir rəqəmi. Bu nə demək? Kim yazmışdı bunu? Boynunuzu alın. Siz yazmışdınız. Ben. Siz yazmışdınız. Siz yazmışdınız. Yox, mən yazmışdım. Bir rəqəmi var. Görürsünüz, bir rəqəmi var. Ad yaddan çıxıb. Bəli, siz yazmışsınız da mən gördüm bir rəqəm. Düzdür, yoxsa yox. Və tez bazar olaraq üçüncü, deməli bir dənə iki çıxıb, bir dənə bir çıxıb. Hansıdır o? Yenə də ad yoxdur. Bu nədir balam? Fərqi nədir ki, rəqəm var da. Denə. Beləliklə, əziz xanımlar, cənablar, bugün yeməyinin metinə görə bəxti gətirən hansı komandadır? Mən bilmirəm, qazanın altında adları var da. Var. Amma növbəti dəfə bir çıxdı, bir. İndi görək qazan altında kimdir? Həmən o qalib insan. Deməli 2-1 oldu, 1-2. Navid bəy.
Navidə səs verənlər kim idi? Qara yeri sıxın bu. Sən deymə, şun olmasın. Qonaq gəlib, hörmət eləyirəm. Sizəçin qalib bizim. Bəlkə elə Biri yazmışdı bizim gözəl modelimiz və bəy. İkini yazmışdı Elman. Yox, o. İndi belə bilirsiniz də, mən sizə qanun dedim də. Bu 500 manatı o taydan apardılar. Bu tayın hüququ var. Əlini buradan salıb istədiyi qədər təbrik eləyirəm. Bacardığı qədər. Halallığım verir. Gəl. Onsuz da 2 manat çıxır deyəcək. Onu nə bacarırsan? Bankiyə əli girəndə əyilir o. Gənə heç olmasa temizka pulu çıxardarsın. Allah sənin gözünü doydursun. Mama sənə bunu deməmişdi, qızım eləmə. Sən bankanın keçdiyini ummanlik tərəfdəsən. Parmağın çıxmayacaq. Sportlu, hala oldu. Tarixim üstün düzərdədir. Ölməmişik ki. O da səndi, hə, düz deyirsən. Bəs deyil də. Hədinə. Yaxşı, siz orada danışın, mən pul sayım burada. Vallahi açır. 1, 2, Nə olub bugün? 4, 5, 6. Bilmirəm. Bununla vaxtı kimi subaya qalacaq. Sən üstün düzəldəcək. 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, benzin pulu düzəldi, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40 manat. Adama 20 manatdan, Allah bərəkət versin. Məbləği bankadan çıxardan olmamışdı. Halal olsun Rəqsanə sənə. Rəqsanə ürəkdən gül də. Belə, əziz tamaşaçılar, Şefi qardaş, gəl özləri yıxarlar. Sən nə işin var o pulla? Pul əl çirkidir. Əzizlərim, bugün də verilişimiz çox maraqlı keçdi. Mən Elman müəllimə, Rəqsanə xanıma, Liza xanıma, Afşin müəllimə, Cavid, Navidə öz təşəkkürümü bildirirəm. Qalib bu komandaydı, Afşinlə Navidin komandası. Gələn veriliş mütləq nə olacaq? Maraqlı qonaqlarımız olacaq və yenə də uduş 500 manat olacaq. Hələlik bizi izləməkdə davam edin.